Hər kəsə salam. Bugün sosial şəbəkələr üçün panel vurmaq qaydasını sizə öyrədəcəm. Deməli ki, ilk öncə daxil oluruq Google Chrome-a. Buradan axtarış yerinə panelim.website yazırıq. Get vururuq. Belə bir pəncərə açılır. Buradan sürətli üzvlük var. Onu basırıq. İstifadəçi adımızı yazırıq. Sonra elektron poçt, yeni şifrə, şifrənin təkrarı. Sonra bunu basırıq, üzv olunu basırıq. Sonra indi mən əvvəldən qeydiyyatdan keçdiyimə görə indi bura daxil oluruq. Kullanıcı adı, şifrəni yazıb daxil oluruq bura. İlk öncə balansı artırmalıyıq. Buradan 3 xətti basırıq. Bakıya ekli var. Onu basırıq. Burada banka hesabı verib minimum birazın ödəniş etməklə çeki WhatsApp nömrəsinə göndəririk. Baxın, burada WhatsApp 2 nömrəsi də var. Həm çeki göndərirsiniz, həm də kullanıcı adını göndərirsiniz. Təxminən 5-10 dəqiqə arası balansınızda pul yüklənir. İndi mən yükləmişəm, 49 manat 58 qəpik var. Demək ki, yeni sifarişi basırıq buradan. Kateqoriyalar var. Kateqoriyalardan baxırıq. Məsələn üçün TikTok üçün bəyəni vurmaq istəyirəm. TikTok bəyənmə. Buradan seçirik. Servislərə gəlirik. Gördünüz, 1000 ədədi 21 qəpik, 27 qəpik, 42 qəpik. Mən 21 qəpik olandan seçirəm. Link yerinə videonuzun linkini kopyalayıb yapışdırırsınız. 15.000 vurmaq istəyirəm. Aşağıda gördünüz 3 manat 15 qəpiyidir. Sifariş oluşdur var. Basınız, sifariş olunur. Sonra Instagram üçün takipçi. Burada garantili takipçi var. Servisdən seçirik 1000 ədədi 3 manat 36 qəpik. 3 manat 62 qəpiyə də var. Sonra burada ucuzu da var. 3 manat 3 qəpik. 100 ədədi 42 qəpik. 1000 ədədi 4 manat 9 qəpik. Sonra məsələn üçün 100 ədəd takipçi sifariş edirəm. Profilimin linkini kopyalayıb yapışdırıram bura. Baxın, burada müəyyən bir nüans var. Bəyəni, video baxışı istəsəz, videonun linki. Yox, əgər takipçi istəsəz, profilin linkini kopyalayıb yapışdırıb sifariş oluşdurub basırsınız. Sonra gəldik bura. Burada köhnə tarixli hesab satışı var. Bir ədədi 5 manat 97 qəpiyə. 2013-cü ilin hesabıdır. 0 takipçili hesabdır. Sonra şikayət servisləri var TikTok üçün, Instagram üçün. 4 manat 34 qəpik 1000 ədədi. Sonra burada PK xalq xidmətləri var. Baxın, görürsünüz 1000 ədəd PK xalı 42 qəpiyə. Canlı yayım açırsınız. Canlı yayımın kopyalayırsınız linki. Gəlib bura yapışdırırsınız. Bura yapışdırdıqdan sonra miqdar yazırsınız. Məsələn üçün minimum 50 ədəd vurmaq olur. 10.000 vurursunuz. Sonra sifariş oluşdurub basırsınız və gəlir. Belə bu qədər. Sağ olun, salamat qalın.